yeniyetməlik dövrü həm fiziolojik, həm fiziki, həm psixoloji, həm emosional böyümə bir pik ərəfəsidir yəni. Və yeniyetmələr daha çox emosiyalarını idarə etməkdə çətinlik çəkirlər. Ona görə bir çoxunda yəni aqressiv reaksiyalar görə bilirik. Bir başqa onları aqressiyaya sövq eləyən səbəb isə müstəqillik istəyi. Çünki onlar artıq özlərini balaca uşaq kimi hiss etmirlər, artıq böyük kimi dəyər görmək istəyirlər və qadağalar, onların yerinə alınan qərarlar onlarda aqressiv təpkilərə səbəbiyyət verə bilir. Yəni, əgər valideynlər hər bir addımlarını onların izləyərlərsə, hər xırda şeydə onları dəstəkləməzlərsə, seçimlərinə hörmətlə yanaşmazlarsa, əlbəttə bu da aqressivliyə səbəbiyyət verə bilər. Bəzən aqressiv davranışın arxasında isə özgüvənsizliyi görə bilirik. Özgüvənini gizlətmək üçün bəzən yeniyetmələr aqressiv davrana bilərlər. Yəni, sevilməmə hissini gizlətmək, özünə inamsızlığı gizlətmək üçün aqressiv taxına bilərlər. Bəzən ailə daxilindəki siz vurğuladığınız kimi problemlər, yəni əgər valideynlər özləri yüksək tonla danışırlarsa, evdə qışqır, bağır, yəni bir-birlərinin münasibətlərdə aqressiv tondan istifadə olunursa, əlbəttə ki, yeniyetmələr də eyni tonda, eyni şəkildə cavab verəcəklər.